Gəlin baxaq yüksək qan təzyiqi nədir və bunun hansı kimi fəsadlar ola bilər. Öncəki videoda qan təzyiqinin nə olduğunu izah etdim. Burada isə gəlin dediyim nöqtələrə toxunaq. Əvvəla ümumi götürülmüş qaydaya əsasən təzyiqin 140-ın 90-dan üstə qalxması artıq təzyiqin artmış durumu hesab olunur. Bəzi ədəbiyyatlara əsasən isə artıq 120-70-dən yuxarı olması artmış təzyiq hesab olunur. Ancaq ümumi götürsək 24 saatlıq qan təzyiqi müayinəsində ortalama dəyər 130-90 və onun üzərindəsə artıq təzyiq xəstəlik diaqnoz edilmiş sayılır. Və nəyə görə bu önəmlidir? Belə ki, ürək müəyyən bir təzyiqlə özündən qanı damarlara qovur. Və bu təzyiq əgər yüksək olarsa, bu zaman uzun müddətdə ürəkdən çıxan damarlar həmin bu yüksək təzyiqi qarşılamaq üçün güclənməyə məruz qalırlar. Yəni güclü olmalıdırlar ki, bu təzyiqi qaldırsınlar. Bu isə damarların bir müddətdən sonra sərtləşməsinə gətirib çıxarır. Və yenə əgər ürək yüksək bir təzyiqlə, hansı ki burada artıq çox yüksək təzyiqdən söhbət gedir, damarlar, orqanlara qanı itələyərsə, müəyyən müddətdən sonra problemlər ortaya çıxa bilər. Belə ki, əgər bu baş beyində baş verərsə, yüksək təzyiqlə qanın beyinə çatması, damardan qanın belə deyək çölə çıxmasına və orada beyində infarktın, insultun yaranmasına gətirib çıxara bilər. Daha doğrusu hemorragik insultun. Yəni qan təzyiqinin artmasına bağlı olan. Əgər bu proses uzun müddət böyrəklərdə baş verərsə, uzun vədədə böyrəklərin funksiyası pozulur. Yəni böyrəyin həm qanlanması pozulur, həm qan təzyiqini tənzim etmə mexanizmi pozulur və bu uzun vədədə böyrək çatışmazlığına gətirib çıxara bilər. Digər tərəfdən ürək. Ürək özü uzun müddət yüksək təzyiq altında işləyərsə, yəni damarlara qanı yüksək təzyiq altında qovmağa çalışarsa, bir yerdən sonra böyüyür. Çünki digər əzələlərdə olduğu kimi ürəyin də əzələ qatı var və hər bir əzələ artıq işlədikcə böyüməyə başlayır. Ürəyin də əzələ qatının böyüməsi isə hər zaman sağlam olmaya bilər və bu daha çox yenə də ürəyin, xüsusən də sol tərəfinin böyüməsi daha ciddi problemlərə gətirib çıxarır. Hansı ki, bu ürək çatışmazlığına gətirib çıxara bilər. Hansı ki, bu böyümüş kardiomiyopatiya dediyimiz ürəyin funksiyasının pozulması ilə gedən, yenə də nəticədə ürək çatışmazlığına gətirib çıxara bilən bir durumla özünü göstərə bilər və yaxud da ağciyərlərə zərər vura bilər. Çünki bəzi damarlar məhz ürəyə ağciyərdən gəlir və bu damarların da funksiyasının pozulması uzun vədədə tənəffüs çatışmazlığına, yəni ağciyərin funksiyasının pozulmasına bağlı olaraq nəfəs darlığına və daha ağır problemlərə gətirib çıxara bilər. Buna görə də qan təzyiqi heç də bəsit bir mövzu deyil. Müəyyən müddətdən bir hər kəs öz təzyiqini bilməli, ümumiyyətlə və kontrol elətdirməlidir. Çünki dediyim kimi təzyiq uzun vədədə beyin funksiyalarını pozur və beyin damarlarının funksiyasını pozur. Beyin damarlarının da bu təzyiqi qarşılamaq üçün sərtləşməsi nəticəsində bir yerdən sonra beyin toxumasının qanlanması pozulur ki, bu da həmçinin İlərləyən yaşlarda Alzheimer xəstəliyi ilə əlaqələndirilir. Daha sonra böyrəyin funksiyasını pozur və böyrək çatışmazlığına gətirib çıxara bilir. Ürəyin funksiyasını pozur, ürək çatışmazlığına gətirib çıxara bilir. Ona görə də dediyim kimi qan təzyiqini normal hədlərdə saxlamaq çox önəmlidir.